Salam, xoş gördük. Hörmətli tamaşaçılar. Demək bugün Mart ayıdır. Demək 15-i. Martın 15-i Ramazanın da 25-ci günüdür. Allah hamının orucunu qəbul etsin, dualarını qəbul eləsin. İçində bizlər qarışıq. Şükürlər olsun bugünkü gündən ki, bugün yazda bizə göstərdi bu Ramazandır. Xeyirliklə keçirdə bilirik. Çox şükür, Allahımıza çox şükür. Bağçamdan belə gözəl nərgizlər açıbdı. Dedim sizlər üçün çəkim biraz göstərdim. Ürəyiniz açılsın, qəlbinizə xoş təsir eləsin. Bunu mən bir dənə belə almışdım. Sonra çoxaldı belə, maşallah, görün nə qədər gözəl olubdu. Bir neçə yer əkmişəm, çoxaltmışam. Bu neçə ilin içində çoxalıbdı. Çox gözəldir. Çox qəşəng. Belə. Sonra burada bizim bir neçə gülümüz açıbdı. Onları da çəkim sizə göstərdim. Süsən sümbülümüz açıbdı. İris bir dənə açıb. Çox gözəl ətrə malikdir. Bir neçə rəngi mövcud həyətində. Hələ ki bu açıbdı. Gözəllik. Tomurcuqalıdır. Bu şəkayiklərdir. Artıq açmağa başlayıblar. Bunların da gözəl ətirləri var. Tomurcuq çoxdur. Belə tomurcuqlayıblar. Bunun da bir neçə rəngi mövcud həyətdə. Bu qırmızı rəngidir. Bu da bir başqa rəngi olacaqdır inşallah. Sarı rəngdir. Burada bizim güldən ibarət bir ağacımız var. Bax, belə güldür. Tomurcuqlardır. İstilər düşən kimi bütün gül açacaqdır. Birdən gül açacaqdır. Sonra bizim burada var. Demək bu aşk nərdivanı deyirlər buna. Bax, belə bir bitkidir. Bunun kökündə yumrular var. O yumrular yeyilir. Gələn videolarda onları çəkib sizə göstərəcəm. Belə bir güllərimiz var. Bunlar da yeməkdə bəzək kimi istifadə edilir və yeyilir bunlar. Yeni başlayır açmağa. Bu da bu güllərimizdir, yaz gülləridir. Görün Allah'ın ne kadar güzel sənət əsəri var. Bu da bir başka renkdir. Çok güzeldir. Bu da brilliant günümüzde. Peritalarımız başlayır. Bunları göstereyim. Beynin krediler var. Burada bir neçə gülüm var. Muskari istəyirdim bunu sizə göstərim. Bu mandalina ağacımdır. Yeni ekmişəm. Bu King Kong ağacımdır. Limon ağacımdır. Limon çiçəkləri gözəl ətirir. Hələ ki yeni çiçək tomurcuğa durubdu. Sonra burada bizim muskarilərimiz var. Bunun
yağını hazırlayırıq. Çox qəşəng ətri var. Görün nə qədər qəşəng böyüyübdür. Hələ açmağa yeni başlayıb. Tumur çoxdur. Aşağıdan açır çiçeğini yuxarıya doğru. Bax belə. Muskar yəni dua gülü deməkdir. Yəni bu vaxtlar yaz vaxtı başlayır. Açır. Bunları yığıb şərbətində hazırlamaq olur. Yağında hazırlamaq olur. Sümük, oynaq ağrılarını, dizə çəkilir. Burada çiçeği açıbdır. Çok qəşəngdir. Rengi çok güzeldir. Biberiyemizdir. Çok güzel ətri var. Bunu qızartmada toyuqdur, kartofdur yanında qızardanda txopkada çok qəşəng dad verir. Sonra burada bizdə yine nərgislərimiz var. Renklər gözəldir, mükəmməldir. Çok qəşəngdir. Sonra burada bizim avokado ağacımdır. Kanlalar hələ təzə çıxmağa başlayır. Sonra belki bu kadar. Allah bütün orucunuzu qəbul eləsin, dualarınızı qəbul eləsin. Can sağlığı versin hamıya. İçi də bizlər qarışıq. Sağ olun, var olun.